Bilmək istəyirsənsə, bilmək istə. Yox, əgər bilmək istəmirsənsə, bilgi içində bilgisizlik axtarma. Mənim çox hörmətli, əziz Vahid müəllimim bu deyimi demişdi. Və biz bunu doğru yola doğrunun devizi olaraq seçmişik. Yəni, bu bilinən mənada təsadüfi bir seçim deyil. 30 may tarixində Bilmək İstəyirsənsə adlı ödənişsiz webinar keçirdik. Texniki səbəblərdən həmin webinarın video yazısı alınmadı. Bu da bilinən mənada təsadüf deyil. Kim o webinara qatılıbsa, onlar deyərlər o webinar necə keçdi. Sadəcə webinara qatılanların bir xahişi var idi ki, webinarın video yazısını istəyirdilər. Biz də demişdik ki, YouTube kanalımıza yerləşdirəcəyik. Sadəcə dediyim kimi video yazı alınmadığına görə indi bu videonu çəkmək qərarına gəldik. Həm də webinardan əvvəl və webinarın gedişatında sualların çoxluğu və onlara cavabların vaxt alması imkan vermədi ki, mən ümumiyyətlə webinarda çatdırmaq istədiyim fikirlərin hamısını çatdıra bilim. Ona görə də həm bu fikirləri çatdırmış olarıq, həm də webinarda iştirak edənlər və iştirak eləməyən izləyicilərimiz bu şeydən faydalanarlar. Webinarın girişində də bunu qeyd eləmişdim. Bizim hamımızda bu kərkədan sindromu var. Bizim YouTube kanalımızda da bunu izləyə bilərsiniz, ümumiyyətlə o nə olan şeydir. Kərkədan boynuzu nədir? Belə bir şəkil də var. Kərkədan dayanıb, rəssamdır, güya şəkil çəkir və bütün şəkillərdə özünün o buynuzu da o şəkillərdə qeyd olunur. Çünki bu hara baxırsa, nə görürsə, o buynuzu qabağındadır. Bax, biz də bir çox bilgilərə, həyata bu cür baxırıq. Amma o kərkədan buynuzunu oradan götürəndən sonra artıq mənzərə tamamilə başqa olur və aydın olur. Ona görə də çalışın, istənilən bilgiyə yanaşanda neytral mövqe ilə yanaşın, sıfır mövqe ilə yanaşın. Yəni, sanki heç nə bilmirsiniz. Birinci elə yanaşın. Yoxsa elə dinləyən kimi ilk kəlmədən sonra əşki, boş şeydir. Əşki, bu nə danışır, o nə danışır. Yəni, bu kimi şeyləri mən özüm də həyatımda keçmişəm və bir çox bilgilərə həmin zamanda yox, uzun müddət sonra gəlib çatmışam. Çünki mən ilk vaxtlarda həmin bilgiyə özümün o kərkədan buynuzu ilə yanaşmışam. Və indi də əlbəttə ki, hansısa bir o buynuzun çalarları qalıb. Yəni, bunun adına matrisalar da deyə bilərsiniz, ön yarğı da deyə bilərsiniz, tabu da deyə bilərsiniz, fərqi yoxdur. Yəni, istənilən bu kimi şeylər hamımızda var. Amma insan özünü bu şeydə tərbiyə eləsə ki, mən bilgiyə öyrənmək üçün, bilmək üçün yanaşım, bax, onda hər şey rahatlaşır. Yəni, ehkam kəsmədən, rahat şəkildə gəlirsən ki, öyrənməyə də. Sən hələ bax, gör, o bir məsəl var, gör, atı hara aparırlar. Suvarma aparırlar, otlağa aparırlar. Bu məsələ gedib hara çıxacaq. Yəni, ilk növbədə kəsib atmayın. Və yaxud da ki, filan fikirləriniz gözəldir, amma bu fikrinizə görə mən daha bu səhifəni izləmirəm və yaxud da ki, fikirlərinizi izləmirəm. Yəni, bunlar hamısı bu kərkədan buynuzu sindromunun əlamətləridir. Ki, özündə bir şey formalaşdırıb, ona uyğun da gəlir. Məsəl üçün, bu yaxınlarda bir dostumla söhbət edirdik. Deyir ki, bu necə olur ki, məsəl üçün, Qurana hamı baxır, hərə bir fikir çıxardır. Dedim, onsuz həyat da elədir, hər bir şey elədir. Dedim, vurma cədvəlinin üstündə kimlərsə mübahisə elədiyini görmüsən. Yox, hamı vurma cədvəlini bir mənalı şəkildə olduğu kimi qəbul edir. Deyirəm, əslində həyatda, o Quran da o cürdür. Biz sadəcə həyata və Qurana özümüzdə formalaşdırdığımız hansısa bir fikirlə gəlirik ki, mən istəyirəm ki,
buradan bu fikri çıxardım. Mən istəyirəm ki, bunu inkar eləyim. Mən istəyirəm ki, burada nəsə səhv tapım. Mən istəyirəm ki, burada nə bilim, nəfsimə uyğun nələrsə tapım çıxardım və ona təsdiq tapım. Yəni, özümüzdəki fikirlə yanaşırıq. Həyata da, Qurana da, digər kitablara da. Oradan nəsə öyrənim, oradan nəsə çıxardım deyə yox. Oradakı olanı deyil, özümüzdə olana təsdiq tapmaq üçün yanaşırıq məsələlərə. Yenə deyirəm, biz doğuluruq hansısa bir cəmiyyətdə, ailədə, dini bir dünya görüşündə və ona uyğun da əlbəttə ki, yanaşırıq həm həyata, həm ona aid kitablara. Sonra da kimsə çıxıb həqiqətən olanı deyəndə hamı tökülüşür üstünə ki, bir tək sən ağıllı çıxdın da bu boyda millət 1400 ildir, yəni 2000 ildir, bu belə gəlir, sən özündən yeni qaydalar çıxardırsan. Yeni qaydalar da elə həmişə oradaydı. Yəni, açıq gözlə, aydın düşüncə ilə, səmimi şəkildə yanaşıb o şeyləri oradan çıxartmaq lazımdır. Başqa cür siz həqiqətə, doğrulara çata bilmərsiniz. Sadə bir misal deyim, webinarla bağlı. Webinarla bağlı elanda yazmışıq ki, bizə maila ad soyadınızı və WhatsApp nömrənizi göndərin, sizi qeydiyyat alaq. Və insanlar həm WhatsApp nömrəmizə, həm sosial şəbəkələrdə mesaj qutusuna yazıblar ki, ad soyad WhatsApp nömrəsi. Onlar deyir, bura yazaq. Əgər ora yazmaq olsaydı, biz elə yazardıq da ki, bura yazın. Sadə bir təlimatı oxuyub əməl eləmirik. Sonra da deyirik ki, həyatda filan şeylər niyə bizdə alınmır? Niyə uğursuz oluruq? Nə bilim, mənə webinar dili ilə desək, qoşulmaq üçün link gəlməyib. Gəlməyəcək də, sən təlimata uyğun davranmamısan, onu icra eləməmsən. Həyatda da belədir. Biz nələrsə istəyirik, onun təlimatı gəlir, biz onu görmürük. Və sonra da şikayət edirik ki, mən qatıla bilmədim. Hələ tarixi səhv salanları demirəm, saatı səhv salanları demirəm. Yəni, mən burada mühakimə eləmək üçün demirəm bu şeyləri. Sadəcə bilmək lazımdır ki, həyat da belədir. Ən xırda, ən belə nəzərə almadığımız şeylər gətirir sonunda bizə həyatımızda böyük nəticələrə çıxardır. Və yaxud da ki, tərsinə. Həyat xırda şeylərdən başlayır. Necə ki, ən kiçik zərrədən böyük bir materiya ortalığa çıxır. Yəni, kəpənək effekti yəqin ki, bilirsiniz nədir. Yəni, bir kəpənəyin qanad çalmasından son nəticədə fırtına qopa bilir. Bunu mən demirəm. Bunu elm deyir. Yəni, hər bir xırda prosesdən böyük bir şeylər ortaya çıxır. Və həmişə də həyatımızda o xırda şeylərə diqqət eləməliyik. Videolarla bağlı yazırlar ki, həmişə belə yarımçıq deyirsiniz. Videonun üzərində də, şərh bölməsində də bütün məlumatlar verilir. Nə ona baxan var, nə oxuyan var. Və deyirlər ki, yarımçıq fikirdiniz. Axı, orada yazılıb, davamı YouTube kanalında, geniş izahı filan məqalədə və yaxud da ki, bura bir şərh yazın, sizə məlumatı göndərək. Açıq-aşkar hər şey yazılıb, orada yazılanların aşağısına bir də yazırlar ki, filan şeyi necə eləyək. Mən uzun illər Neftçi Futbol Klubunda işləmişəm. Orada sosial şəbəkələrdə elan verirdik. Oyunun tarixi, keçirilmə saatı, stadionu və aşağıdan girib yazırlar ki, oyun nə vaxt, oyun hardadır. Yəni, indi düşünürsünüz, yəni, bu həyat neynəsin, Allah neynəsin. Siz yazılanları, göstərilənləri görmürsünüz və yaxud da ki, görmək istəmirsiniz. Yəni, ona görə Vahid müəllim deyir ki, bilmək istəyirsənsə, bilməyi istə. Yəni, bilmək istəməyən geçsin
o bilməzliyin içində boğulsun. Amma bilmək istəyən həqiqətən də biləcək. Yox, özündə bir formalaşdırıb nə isə ki, Allah yoxdur, o yoxdur, bu yoxdur. Yoxdur, yoxdur da. Sən də yoxsan. Sən də bir ətdən, sümükdən ibarət bir başsan, boş-boş danışırsan. Sən də yoxsan. Sən özünün varlığını sadəcə video ilə, şəkillə və yaxud da ki, hansısa bir təmasla sübut edirsən. Sabah sən də olmayacaqsan. Sənin ümumiyyətlə olduğunu necə sübut eləmək olar ki, sən nə vaxtsa var idin? Ya da keçmişdə müxtəlif insanlar yaşayıb, müxtəlif hadisələr baş verib. Onları sübut eləyən nələr var ki, yazıdan başqa? Filankəs olub, yazılıb ki, filankəs olub. Qəbri yox, izi yox, heç bir şeyi yox. Gəl sübut elə ki, olub. Yəni, kimsə kitabda yazırsa ki, mən filankəs bu kitabı yazmışam, bu kitab mənimdir və mən də buyam, o sübutdur. Yəni, bu kimi şeylər var. Yəni, ona görə də bir şeyi bilmək istəyəndə həqiqətən də insan araşdırır, oxuyur, gedir onun kökünə varır. İnkar eləməyə nə var ki? Ən asan şeydir və ən asan bəhanədir, özünə bəraətdir. Digər məsələ. Məsəl üçün, yenə də Quran üzərindən deyəcəm. Çünki əsas sorğular, əsas belə müraciətlər və iradlar onun üzərindən gəlir. Quranda filan şey yoxdur. Quranda pomidor yumurta pişirmək də yoxdur. Niyə indi? Yəni, orada o yoxdursa deməyə yoxdur. Bütün yaradılışın, bütün ilahiyyatın, hər bir şeyi bəyəm orada cəm olub. Yəni, siz bütün həyatınızı yalnız bir kitabla qurmusunuz. Orada uşağı dünyaya necə gətirmək də yoxdur. Amma dünyaya uşaqlar gəlir. Orada tibb haqqında, elm haqqında çox şeylər yoxdur. Yəni, dəryadan bir damladır. Və məsələ gəlir, çıxır ona ki, səthi üzərindən oxuyurlar ki, cahillər cəhənnəmlidir. Və cahillər bərabərdir olar ki, bilməyənlər. Ya da qafillər cəhənnəmlikdir. Bilməyən cənnətə və ya cəhənnəmə gedəcək deyə bir şey yoxdur. Və Quran da deyir ki, bilənlərlə bilməyənlər eyni deyil. Və bizim ən böyük qorxumuz səhv etmək qorxusudur. Yəni, uşaq bir şeyi bilmədən eləyəndə ona cəza verilir. Uşaq nəyisə sındırır, dağıdır. Onu başa sarsan ki, bax, filan şeyi belə eləyəndə belə olur. Yəni, ona görə də hər bir şeyə uşaq kimi davranın. Səhv eləməkdən qorxmayın. Sındırmaqdan qorxmayın. Bunu nəyə görə deyirəm? İstənilən missiyanı, istənilən tapşırığı yerinə yetirməkdən ötürü kainatdan, ruhumuzdan bizə 7 qat artıq enerji ayrılır. Ki, biz ən azı 7 dəfə səhv eləsək belə o məsələni öyrənək, oradan çıxaq. Ona görə də biz dönə-dönə deyirik və Quranın da belə ayəsi var. Allah heç kimi qaldıra bilmədiyi yüklə yükləmir. Qarşınıza çıxan istənilən məsələ sizin onu qaldıra biləcəyiniz gücdə olur. Nə artıq, nə əskik. Və bu fərqlidir. İnsana görə dəyişir. Sənin öyrənməyin üçündür, sənin bilməyin üçündür. Mən nə eləmişdim ki, mənə cəza verdilər? Ən böyük suallardan biri. Çoxluğun verdiyi sual. Mən kimə nə eləmişdim? İş orasındadır ki, sən heç kimə işlənəməmsən, özünə də işlənəməmsən. Və sənə gətirib çıxardıblar qabağa ki, öyrən də, bax, mən nə eləmişəm deyə yox, mən nə etməliyəm ki, bu mənim qarşıma çıxarıldı sualını vermək lazımdır. Yəni, ona görə deyirəm ki, uşaq kimi olun. Baxın da, uşaqlar görün, bir şeyi təkrar eləməkdən bezirlər, bir sözü 100 dəfə təkrar edirlər, bir hərəkəti 100 dəfə təkrar edirlər. Bu bizim təbiətimizdə var. Bu bizə verilib ki, biz davamlı olaraq
bir şey üstündə işləyək, təkmilləşək. O şərq əlbəyaxa döyüşləri növündə belə bir qayda var. Deyir, 100 fən öyrənməkdənsə və yaxud da 1000 fən öyrənməkdənsə bir öyrəndiyin fənnin üstündə 1000 dəfə işlə. Onu elə bir hala gətir ki, bir barmağınla kiməsə toxunanda o aşsın. Və sizin də qarşınıza çıxan məsələlər bu cürdür. Ki, sizin hansısa bir əskik olduğunuz yerdə, yanlış baxdığınız məsələlərdə, yetişmədiyiniz bir hadisədə yetişəsiniz. Sadə bir misal da, əqqabı almışsınız, ayağınızı döyür. Gedirsiniz, maz alırsınız, çəkirsiniz döyənəcə ki, bu sağalsın, dərisi qopur, yara olur və s. və l-axır. Sadə səbəb var da, əqqabını dəyiş. Ayağının ölçüsünə bax. Bax, həyat da belədir. Bizi döyür. Biz hansısa bir çərçivədən çıxmaq istəmirik. Biz o çərçivəni deyil, yəni o əqqabını deyil, o döyülməyi axtarırıq ki, görəsən bunu necə qaçın buradan. Yəni, başınıza nə gəlirsə gəlsin, o əqqabı misalıdır. Siz artıq böyümüsünüz, o əqqabıya yerləşmirsiniz. Həyat tərzinizi dəyişin. Bərabərdir, əqqabınızın ölçüsünü dəyişin. Nə vaxta kimi uşaq əqqabısı geyinəcəksiniz? Məsələ budur. Bunu bilməklə olur əlbəttə ki. Bunları bilməyəndə insan elə kör-köranə yaşayır, o cürdə gedir. Yəni, uşaqların üzərində bir müşahidə aparın da. Görün, onlar təyin edə bilirlər ki, onların hansısa paltarı onlara kiçikdir, böyükdür, əqqabısı böyükdür ya kiçikdir. Eləyə bilmirlər. Hələ eləyə bilmirlər. Amma biraz böyüyəndən sonra artıq başa düşürlər ki, bəli, bu paltar artıq bunun üçün kiçikdir. Bu daha böyük paltar geyinməlidir. Ya məsəl üçün küçədə artıq bu cür hərəkətlər eləmək olmaz. Biz nə qədər ki balacayıq, yəni ruhi müstəvidə, nə qədər ki kiçiyik, həyat da bizə biraz o cür davranır. Amma biz böyüyəndən sonra artıq şərtlər dəyişir. Artıq bizdən yetkin insan kimi davranmamızı istəyirlər. Və biz əlbəttə ki, bunları yenə də aşırıq. Yəni, bizim saytımızda da var, hər bir şeyi vaxtında etməli. Baxın da, orada görün, bu yaş hədləri ilə bağlı nələr qeyd olunub, hansı yaşda, hansı həyat şərtləri irəli sürülür. Yəni, baxırsan, 70-80 yaşı var, özünü 15 yaşlı uşaq kimi aparır. Keçməyib oraları, böyüməyib. Yəni, ona görə də atalarımız çox qəşəng deyib də, ağıl yaşda deyil, başdadır. Yəni, hər bir şey sadədən mürəkkəbə doğru inkişaf eləyir. Və o mürəkkəbə də baxanda görürsən ki, o da sadədir. Yəni, sonunda hər bir şey sadələşir. Yəni, girin bir kompüterin içinə, bir onun bütün o mikrosxemlərinə baxın. Bilməyən adam üçün qarışıq bir, xaotik bir belə ehtiyac hissələridir və yaxud da ki, simlər falan, hər şey qarışıq bir şeydir. Amma bilən adam baxır, baxan kimi bilir ki, nə, hardan gəlir, bu nədir, o nədir. Bax, həyat da belədir. Həyat bilməyən üçün xaos, qatma qarışıq, çətinlik, xəstəliklər və s. və axırdan ibarətdir. Bilən üçünsə bunlar hamısı qanuna uyğunluq şəkildə düzülüb. Səbəb, nəticə, hamısı belə gedir, davam edir. Yenə deyirəm, sadədən mürəkkəbə. Amma o mürəkkəb də yenə də biraz dünya görüşü dəyişəndən sonra, baxış bucağı dəyişəndən sonra artıq o da sənin üçün asanlaşır. Yəni, bir tam mənzərə alınır. Daha bir məsəl, sosial şəbəkələr üzərindən. Qismət. Deməli, adam can sağlığı paketi haqqında bilgi verilib, ya adam işarə edib ki, məlumatı mənə göndərin. Biz də məlumatı göndərmək üçün mesaj qutusuna daxil olur, görür mesaj qutusu bağlıdır, göndərmək olmur. Adama şərtdə yazmışıq ki,
Sizə mesaj yazmaq olmur. Altdan nə yazsa yaxşıdır? Qismət. Mən də yazdım ki, qismətin bura nə dəxli var? Mesaj qutusundan açın, bizə yazın, biz sizə yazaq da. Sosial şəbəkədə də nə qismət? Bax, həyata da belə baxırsınız. Nə olur? Qismət, talih, bəxtim və s. və l. Özünüz önünüzə bir qara bir proqram qurursunuz və sonra da günahkar ətrafımız, zəmanə, dövlət, millət və sonda da Allah. Hamı günahkardır. Məndən başqa hamı günahkardır. Quran elmində bunun qəşəng deyimi var. Münfiqin başına nə gəlirsə gəlsin, məsuliyyəti özündə görən, günahı özündə görən və münafiq, tam tərsi. Başına nə gəlir gəlsin, günahı yalnız ətrafda görən, məsuliyyəti yalnız ətrafda görən. Yəni, siz həyatınızın məsuliyyətini öz üzərinizə götürməyincə, öyrənmək istəmədikcə bu davam eləyəcək. Məsələ bundan ibarətdir. Ona görə də deyirik, bilmək istəyən biləcək. Bax, orada bilmək və istəmək. 2 dənə feil durur, 2 dənə icra durur. 2 dənə o sosial şəbəkələr dili ilə isə GTA durur. Sən yönəlməlisən, sən getməlisən, istiqamət almalısan. Mən uçmaq istəyirəm. Uçmaq üçün nə eləmək lazımdır? Qanad çalmaq lazımdır. Təsəvvür edirsiniz, bir quş yerdə dayanıb, deyir, mən uçmaq istəyirəm. Və sonra da uça bilmədiyi üçün şikayətlənir. Yəni, o lotereya lətvəsi kimi. Get bir lotereya al da. Bir hərəkətdə ol, bir icrada ol. Yəni, atalarımız da yaxşı deyib də, halva deməyinə ağız şirini olmaz. Düzdür, infosamatikanın bu cür şeyləri də var ki, halva deməklə ağız şirin ola bilir. Amma o daha yüksək səviyyə çatanlar üçündür. Aşağıdakılar üçün ona icazə yoxdur. Daha sonra can sağlığı paketi haqqında. Bir izləyicimiz bizdən can sağlığı paketi aldı. Dedi, mənim üçün çətindir, anlaya bilmirəm və qaytardıq pulunu, söhbət onda deyil. Ondan sonra yazıb ki, mən filan xəstəlikdən sağalmaq istəyirəm. Amma deməyin ki, bu kitabları oxuyun. Biz də dedik, onda başqa cür mümkün deyil. Gedin həkimlərə müraciət edin. Deyim, müraciət eləmişəm, müalicəsi yoxdur. Bizim də başqa üsulumuz yoxdur. Biz başını işlətmək istəməyənlərlə, öz üzərində işləmək istəməyənlərlə işləmirik. Biz heç kimi belə A nöqtəsindən götürüb B nöqtəsinə qoymuruq. İmkanlarımız var. Texnologiyalarımız da var. Amma olmaz. Biz təbiət qanunlarına zidd gedə bilmərik. Və getmirik də. İlkin mərhələdə biraz nələrsə kömək eləmək olar. Amma sonra insan özü üzərində işləməlidir. Sonra yaxınlardan, qohumlardan var da insanlar, yəni bu kitabı məsləhət görürük. Deyirlər ki, əşki, mən bundan sonra həkim olacağam. Yəni, əgər kimsə həyatının hakimi və həkimi olmaq istəmirsə, getsin özünün həyatını digərlərinə etibar eləsin. Başqa yol yoxdur. Ya insan özü öyrənəcək, biləcək, öz üzərində işləyib inkişaf eləyəcək, həm cismani sağlamlığı, həm ruhi sağlamlığı, həm maddi sağlamlığı yerində olacaq. Ya da ki, etibar eləyəcək kimlərəsə, onlar bunun həyatını idarə eləyəcəklər. Kimyəvi yollarla, süni yollarla, onlar da bir yerə qədər hamısı müvəqqəti xarakter daşıyır. O, harca bir tikinti gedəndə yazırlar, müvəqqəti narahatlığa görə üzr istəyirik. Bax, orada tərsinə yazılacaq. Sizə müvəqqəti rahatlıq verdiyimizə görə üzr istəyirik. Çünki artıq bu müvəqqəti zaman bitib.
rahatlıq bitib. Siz artıq öyrənməz, bilməz. Başqa şeylərdə hər şeyi araşdırırıq. Bir telefon alanda az qala onun necə istehsal olunub, ona kimi gedək. Yaddaşı nə qədərdir, kamerası necə çəkir və s. və l. Halbuki sadə bir cihazdır. Amma özümüzə aid gələndə bu şeylər təəssüf ki, qırağa qoyulur. Laqeyd yanaşırıq. Bu bilgilərə kim ki gəlib çatıb, hansısa bir formada rastlaşıb, ya bizim səhifədə, ya digər internetdə olan məlumat bazalarından tanış olub, o əlinin çölü ilə belə kənara atanlara sözüm odur ki, sizi gətirib bulağın başına çıxardıblar, mənbəyinə gətirib çıxardıblar. Və siz deyirsiniz ki, yox, mən əyilib oradan su içə bilmərəm. Xahiş edirəm, suyu mənim xirtdəyimdən aşağı tökün. Yəni, suyu əyilib içmək də istəmirsinizsə, siz daha nə istəyirsiniz? Yəni, nəyə nail olmaq istəyirsiniz? Kim içəcək o suyu sizin yerinizə? Digər etirazlar bu cür olur bizdə bir də ki, elektron kitab oxuya bilmirəm və yaxud da ki, bu cür fiziki kitab oxuya bilmirəm, ancaq elektron göndərin. Ya, məsəl üçün, webinarların və yaxud da ki, təlimlərin videosunun keyfiyyəti biraz aşağıdır yaddaşa görə. Yəni, bunların keyfiyyəti aşağıdır. Yəni, siz ümumiyyətlə bilsiniz, biz hansı formada və hansı şərtlər altında biz bilgilər almışıq, səslərə qulaq asmışıq, videolara baxmışıq. Yəni, məsəl üçün, Vahid müəllimlə Fikrət müəllimin kitabları sadə, heç bir rəngli, vizualı olmayan kitablardır. Şəkillər belə ağ-qaradır. Şəkilə deyil, mənaya önəm verin. Yəni, sizə hər şey videoda, kitablarda rəngarəng təqdim oluna bilər və sizin gözünüzü oxşaya bilər. Amma əsas sual olur ki, bu sizin ruhunuzu oxşayır, yoxsa yox. Yəni, bilgini almaq üçün o vizuala niyə önəm verirsiniz ki? Baxın, görün, mənası nədir, söhbət nədən gedir, hansı bilgini alacaqsınız, bu bilginin sizə faydası nə olacaq? İkinci məsələ sosial şəbəkələrdə. Kimlərsə biraz belə boş şeydir, ay nə bilim, təhqiramiz fikirlər bildirir, yaxud da ki, lağlağaya çevirir. Onları birbaşa blok edirik. Kim ki, səmimi şəkildə müzakirə edir, fikir bölüşmək istəyir, sual verir, onlarla müzakirəni davam edirik. Ta o səviyyəyə qədər ki, insan özünü adekvat aparsın, normal aparsın, qaydalara uyğun aparsın, şəxsiyyəti alçadacaq və ya ümumiyyətlə hansısa bir milləti, toplumu alçadacaq fikirlər deməsin. Bir çoxları da olub, milləti özündən aşağı görür. Heyif səndən Azərbaycan milləti. Sən kimsən ki, bu boyda milləti qarşısına alırsan? Yəni, bizim millət elədir, bizim millət belədir. Sanki bu ermənidir. Sən birinci özünü mühakimə elə gör, sən kimsən, hardan çıxmısan? Hansı millətin hesabına adam olmusan? Və indi hansı millətin hesabına yaşayırsan? Ki, millətini bu qədər aşağı görürsən. Sonra bizə, məsəl üçün, konsultasiya üçün və yaxud da ki, seans üçün müraciətlər olunur. Biz də yenə də ilk növbədə deyirik ki, can sağlıq paketi. Yəni, onu əldə eləyin. Baxın, görün, ümumiyyətlə, biz nə ilə məşğuluq ki, sonra aramızda suallar və, belə deyim, narazı məqamlar yaranmaz. Yəni, insanlar ümumiyyətlə bilmirlər hara müraciət eləsinlər və eləyiblər. Yəni, biz psixologiya ilə məşğul deyilik. Biz infosomatika ilə məşğuluq və təbiət yönlü dünya görüşü ilə məşğuluq. Yəni, kök məsələlərlə məşğuluq. Yəni, bir seansla, 2 seansla, 3 seansla məsələ həll olmur. Bilirik ki, həll olmur, müvəqqəti xarakter daşıyır. Ona görə də bu seansları ümumiyyətlə eləmirik. Biz istiqamət veririk ki, bilgilənin, öyrənin, özünüz də o şeylərdən qurtulun, xilas olun. Kim tənbəllik eləyir,
Kim bu şeylərə baş vurmaq istəmir, onlarla biz də işləmirik. Amma kim ki can sağlığı paketini alıb və yaxud da ki hansısa webinar alıb və yaxud da ki təlimə qatılıb, istənilən vaxt sual verir, cavab verilir. İstiqamət verilir. Bilgimiz və təcrübəmiz çərçivəsində o şeylər verilir. Bilməyəndə də deyirik, bunu bilmirik. Hələ ora çatmamışıq. Yalandan duraq deyək ki, hər şeyi bilirik, xeyr. Amma çox şey öyrənmək istəyirik. Çox şey öyrənmişik və hələ də öyrənəcəyimiz çox şeylər var. Çünki bu elə bir dəryadır ki, elə bir həcmdə bir şeydir ki, onun nə qədər sən içinə girsən, bir o qədər üfüq genişlənir. Bitmir, tam əksinə çoxalır. Nə qədər çox bilirsənsə, bir o qədər öyrənmək istədiyin şey çoxalır. Bilmədiyin şey çoxalır. Yəni, tam tərs mütənasibdir. İnsan nə qədər çox bilirsə, bir o qədər az bildiyinin fərqinə varır. Və sonra da elə bir həddə gəlirsən ki, o dahi filosofun dediyi kimi, mən bir şey bilirəm ki, heç nə bilmirəm səviyyəsinə gəlir. Amma insanlar zənn edirlər ki, hər şeyi bilirlər. Elə deyil. Həyat çox şaxəlidir. Ən azı hər şeyin 6 tərəfi var. 6. Konsultasiya üçün, o seans üçün müraciət edənlərə biz ilk növbədə ona görə can sağlığı paketini məsləhət görürük ki, adamlar şahid olsunlar ilk növbədə. Görsünlər ki, bu texnikalar, üsullar, bu dünya görüşü onları olduqları yerdən hara yüksəltdi, necə yüksəltdi. Yəni, bu əlifbamızdır. Bundan sadə, bundan loru dildə başa salınacaq, istiqamət veriləcək heç nəyimiz yoxdur. Bunu da anlamırsınızsa, bunu da sizə çətin gəlirsə, onda heç nə Allah köməyiniz olsun. Ki, ona da inanmıram, yəni. Çünki Allahın qoyduğu qayda qanunlar başqa cürdür. Sizin təsəvvür etdiyiniz kimi deyil. Kimsə göydən belə əl uzadıb sizi xilas eləyən deyil. Sizə ağıl verilib, şuur verilib. Öyrənəsiz, biləsiz. Yəni, olub, mənim öz yaxın dostum bu yaxınlarda müraciət elədi. İşi ilə bağlı, biznes sahəsi idi, o ilə bağlı. Və əlbəttə ki, insanın biznesində də, şəxsi münasibətlərində də, sağlamlığında da problemlər kökü bir olur. Bir-birinə bağlantılıdır. Fərqli yer deyil. Səbir gəldi, düz danışır. Yəni, mən də ona dedim ki, ilk növbədə tanış ol. Məqalələr göndərdim, bilgilər verdim, hətta oturduq 1 saat söhbət elədik. Mənim dostumdur, yaxın dostumdur, o mənə etibar eləyir. Amma mən dedim, mənə etibar eləmə. Mən istəmirəm ki, sən bu şeyə Erkin mənim dostumdur deyə müraciət eləyəsən. Düşün ki, nə bir yad birinin statusunda görmüsən və yaxud da ki, hansısa başqa bir yerdə görmüsən, getmirsən, araşdırmısan, öyrənmirsən və demirsən ki, bəli, mənim xilasım bu bilgilərdədir. Mən sənin o cür yanaşmağını istəyirəm. Mən sənə heç bir zəmanət vermirəm. Və sabah da istəmirəm ki, aramızda bu şeylərə görə narazılıq yaransın. Və təkcə sənlə yox, ümumiyyətlə heç kimdən istəmirəm. Biz ona görə izləyicilərimizə və müraciət edənlərə çox spesifik yanaşırıq. Baxaq ki, insan həqiqətən mi bilir hara gəlib. Məsəl üçün, bu yaxınlarda bir xanımla bu cür söhbətimiz oldu, bir saatlıq onlayn danışdıq. Yəni, o xanım konkret olaraq inad elədik bu söhbət üçün. Və mən də ona əvvəldən dedim ki, bu konsultasiya deyil, bu sadəcə söhbətdir. Və bu söhbətdə ola bilsin ki, sizə heç birimiz faydamız dəyməsin. Amma istəyirsinizsə, tamam. Gəlin, söhbət eləyək. Qiyməti budur, gəlin, buyurun. Və söhbət elədiyi adam sonunda razı qaldı. Amma mən ona qədər bütün xahişləri və müraciətləri rədd edirdim. Və ümid edirəm ki, xanım da başa düşdü ki, mən nəyə görə müraciəti geri çevirirdim. Yəni, istənilən müraciəti qəbul eləyib pul qazanmağa nə var ki? Yəni, deyərəm ki, gəl seans eləyək,
filan qədər bitsin, getsin. Məsələ faydalı olmaqdır. O adam xeyir görməlidir buradan. Bizim ilk qazancımız müsbət geri dönüşdür. Müsbət emosiyadır. Biz onu almayınca o pulu xərcləyə bilmirik. O pulu qəbul edəmərik. Təbiətin qanunudur. Biz təbiətin qanunu ilə yaşamaq və qazanmaq istəyirik ki, bugünə kimi də elə gedirik. Ona görə də deyirik, can sağlığı paketini alın, 6 ay ərzində effektini görməsəz, gəlin qaytarın. Bunu sizə heç vaxt, heç bir yerdə heç kim deməyib və deməyəcəkdir. Yəni, yenə deyirəm, pul qazanmaq çox asan məsələdir və doğru yola doğrunun üzvləri də hərəsi fərqli-fərqli sahələrdə işləyirlər və oradan da qazanırlar. Onlar tam əksinə doğru yola doğruya sərmayə qoyurlar. Buradan bir qəpik qazancları yoxdur. Və illərdir mən də belə idim. Yəni, mən indi ancaq doğru yola doğrudan hansısa bir maliyyəni əldə eləməyə başlamışam. Amma yenə də xərclədiyim qazancımdan çoxdur. Yəni, burada, necə deyim, mühakimə deyil, sadəcə məsələni başa salmağa çalışıram sizə ki, bizim həyata baxışımız, dünya görüşümüz necədir? Biz o dini dinlənsək, halal yaşamağa çalışırıq. Heç kimin haqqına girməyək, amma icazə də vermirik ki, kimsə bizim haqqımıza girsin. Və orada hansısa bir anlaşılmazlığa görə narazılıq yaransın. YouTube kanalımız var, saytımız var, pulsuz kitab var, pulsuz məqalələr var, bilgilər verilir. Açın, oxuyun da, tanış olun. Onlar da pullu deyil ki, deyəsiz ki, pulum yoxdur. Hər bir də müraciətlər olur. Hər şey əladır, bir dənə pulum yoxdur. Ged birinci pul qazanmağı öyrən də. Bir ixtisasa yiyələn, peşəyə yiyələn. Fəhlə də işləyənmirsən. Mən fəhlə də işləmişəm. Mən restoranda ofisant da işləmişəm. Mənə kimsə çöldən gəlib pul qazanmağı öyrənməyib. Mən hardan pul qazanmaq mümkün olubsa, ora baş vurmuşam. Yəni, kim deyirsə ki, pul qazana bilmirəm, pulum yoxdur. Günah özündədir. Sən nə bacardığında, hansı biliyə, hansı ixtisasa yiyələndində ki, sən pul qazana bilmirsən. Özü, dünyanın bu vaxtında sosial şəbəkələrin, süni intellektin, kompüterin olduğu bir vaxtda sən buradan bir məhsul qoyub bütün dünyaya sata bilərsən. Sərhədlər də şükür Allah açıqdır, hara istəyən get. Burada iş yoxdur, ged Amerikada işlə. Ged Avropada işlə. Var, iş hər yerdə var. Bazarana hər yerdə iş var. Bazarmayana heç yerdə yoxdur. Sən demək ki, özlərində işləmirsən, öyrənmək istəmirsən, yetişmək istəmirsən. Sadə deyə, bunlara yəni şişirtməyə ehtiyac yoxdur. O diplom boş şeydir, məndə də var evdə. Heç bilmirəm haradadır, yerini də bilmirəm. Mən deyim ki, məndə filan diplom var, mən o diplom üzrə iş tapa bilmirəm, şikayətini eləyim. O bir gənclik dövrünün həvəsi idi, İqtisad Universiteti, istehlak mallarının ekspertizası filan. Keçdi, getdi. Amma mənim həm sinif, həm tələbə yoldaşlarım var ki, həm o sahə üzrə, həm digər sahələr üzrə işləyirlər və çox da uğurludular. Adamlar çünki o şeyə yönəldilər, zaman və enerji xərclədilər. Və heç kimləri yox idi. Nə dayları, nə başqa bir şey. Yəni, bilmək istəyən yenə də biləcək, pul qazanmaq istəyən yenə də qazanacaq. Bərabərdir buna. Siz həmin o konfor zonadan sadəcə çıxmaq istəmirsiniz, vəssalam. Və Şəkərin Sirri tapıldı kitabı, pulsuz təqdim eləmişik. Bir açın, baxın da, nə haqqındadır. Gərək illahda şəkər olasınız. Bir tanış olun, görün, infosomatika şəkərə necə yanaşır. Orada astrologiya haqqında da bilgilər verilib. Numerologiya haqqında da bilgilər verilib. Pulsuzdur deyən orada heç nə yoxdur. Halbuki çox
yüksək düşüncəli izləyicilərimiz onu oxuyublar və geri dönüşlər eləyiblər. O kitab onlara lazım deyil deyə. Sadəcə onlar o kitabla həm bilgini, həm bizi analiz eləyiblər. Ki, görək ümumiyyətlə bunlar nə təqdim eləyirlər. Və sadəcə yəni özünü tərifləmək olmasın. Yəni mən onların geri dönüşünü oxuyanda gözlərim dolmuşdu. Ki, yəni axır ki bir alim izləyiciyə rast gəldik. Bu qədər. İndi bu hissəmizi tamamlayıram. Gələn hissələrdə də, növbəti hissələrdə də bu webinarın mündərcatı ilə, belə deyim, sizə təqdim eləmək istədiyim bilgilərlə tanış ola bilərsiniz. Yəni, hələ davamı var. Necə ki, webinarı keçirdəndə 3 saata yaxın bir yerdə vaxt keçirdik. Düşünürəm ki, bu bilgilər də o cürdür və bitməz, tükənməzdir. Yəni, burada saatlarla danışım, saatlarla bilgini çatdırım. Bu bitən deyil.